ağır silahlardan istifadə edir yoxsa? Yəni əlbəyaxa döyüşlərlə zərərsizləşdirir. Və düşmən də dərhal onu təhvil verirdi, düzdür? Dərhal təhvil verir. Yox. Onu təhvil vermək istəmirdilər. Bir neçə postuda mən zərərləşdirmişdim. Bəli. Onun bura getmə səbəbini biz hardan öyrənirik? Nə əsasında öyrənirik? Anasına demişdi ki, mən dözəmirəm. Sən azı biraz sakitləşmiş olaraq da bunu eləmək. Cənnətdə görüşək. Hə, o belə uşaqlar, erməni ordusu Qarabağ müharibəsindən onlarda elə bir şey qalmışdı ki, məğlub edilməz ordudur. Bu mifi öldürənlərdən biri də odur ki, yəni mən bir nəfər Azərbaycanlı əskər gedir, erməni postlarının bir neçəsini məhv eləyir. Bunun nəticəsində də bunlar matəm elan etdilər. Bütün ölkə matəm elan etdi. Bir nəfər Azərbaycan əskərinə görə. Görün, bizim bir əskərimiz bunu eləyir. Onları silahlandıran havadarları var, pulsuz belə verirlər. Biz öz gücümüzə istədiyimizi eləyə bilirik. Sizin kimi güclərimiz var. O qədər parmağınızı sıxıram. Gör, bir təsir eləyir sizə. Çünki bizim güclərimiz heç kim qorxmur.